Tətil günləri davam eləyir. Rayondan gələn kimi dostlarla bir görüş, məclis. Instagramda yəqin ki, çox qabağımıza çıxıb Beyləqan kebab evi. Dedik ki, bir dəfə də buranı sınayaq, görək hələ nə baş verir burada. Dostlar gələnə qədər bir xalunları sifariş elədik. Soğandır, süzmədir, acıkadır, seçirik. Hamı acından ölür. Hamı seçir ki, ondan da olsun, bundan da olsun. Ondan da olsun, bundan da olsun. Nəysə, sarımsaq falan hər şeyi götürəndən sonra keçək isti yeməklərə. Narsaka verin. Bir də turş kompotdan nə var? Reyhan kompotu verin. Turş, zoğal, düşünün. Onları tutarıb, görün bayrama görə hansı qutarını yükləmədi işlərini qutarın altısını gətirəcəklər. Fermada da tətildir. Firmadır. Hə, firma. Bağışla. Bizimkiler firmalar altıda da biz işləmirik. Bizim fabrikamızın fabrikamızın olan bir. Verin də Reyhan kompotu verməydi. Süleyman, bax bunu deyirəm. Aman bunu deyirdim, bax. Bəy. Adama bir dənə bundan. Bir də ondan gedər. Dayı, mənim istəyəcəyim bir dənə də ciyər quyruq olar, vəsə. Bir dənə pətələ. Bir dənə ürək. Ha, bir də şey, bu rulet var idi. Mən... Yo, bağırsağın içinə doldururlar ya. Ha, dola bağırsan. Hə, var. Bir bunun arası. Nədir? Yox. Hündüşkadır. Bu birisi. Bunu doyur. Nədir? Tuşonka. Yeməklərimiz gəldi dostlar. Dadları yaxşı idi, pis deyildi, amma o Instagramda təriflənən kimi wow, super, çox ləzzətli deyildi. Mən daha yaxşı yerlərdə daha yaxşı kebablar yemişəm. Yenə də zövq məsələsidir. Baxır kimin ağızdadır, necədir. Daha sonra Süleyman ilə keçdik. Biraz dostlarla söhbət, oyun oynadıq. Çoxdan da bir-birimizi görmürdük. Eyni zamanda eynəyimlə bağlı təəssüratlarını bölüşdürdülər. Eynəyim hamıya ləzzət eləyir. Kim görür, soruşur, qardaş bu nədir? Hardan almısan? Neçə almısan? Yoxsa Yanır işığı. İndi bunlardan baxırsan, Telefondan baxırdım. işıq söndür. Yox, kamera çəkirsən. Cahid, çox cahid. Geç Gizli səhvini oynayır. Üstünü bağlasan işığın sırası yanacaq. Növbəti günün birində yenə dostlarımızla görüşdük. Dedik bu dəfə soyuq əllər, isti ürəklər yarmarkasına baş çəkək. Getməmişdim. Bu sezon birinci səfər idi. Gedirdim, artıq çoxdan da fəaliyyət göstərdi. Çox bəyənirəm buranı. Burada ən sevdiyim şey hamı xoşbəxt görsənir. Çünki hamı yeyir, içir, hamının üzündə təbəssüm var. Hamı yeyib içməkdədir burada. Çox maraqlı bir aurası var buranın. Təbii ki, girən kimi belə istəsənsə mən istəmirəm. İstədiyimi mənə bəlli elə. Sevincin uşaqlara göstərdiyi təzyiqi yəqin ki, gördünüz hamınız. Bu cürə təzyiqdən sonra istəməmək qeyri-mümkündür. Bubble tea-dir yoxsa bubble coffee-dir, adı yadımdan çıxıbdı. Burada ən sevdiyim nüans nə idi? Satıcının insanlarla ünsiyyəti. Qaqaşın əlində siqaret piliyə-piliyə sifarişləri götürür və sifarişlər verir. Çox maraqlı aurası var idi. Yəqin ki, heç kimin üzünü göstərməyəcəm burada. Ona görə ki, nə bilmirəm, amma düzgün deyil. Həqiqətən düzgün deyil bu cürə xidmət görmək. Şey tapa bilməmişəm. Mən elə şey istəyirəm ki, adi vaxtda onu görə bilməyim də, yəni Bəli, mən elə şey istəyirəm ki, adi vaxtda onu tapıb yeyə bilməyəm dedikdən 1 saniyə sonra tapdığım şeyə baxın. Qarğıdalı. Qarğıdalı yeyirsən ha? Limon suyu ilə. Süleyman, limon sosunu vurursan üstünə, çox tuşməzə ilə qarğıdalının o şirin qarışığı bir dənə dad gəlir. Yenə yeməklə bağlı öz dəyərli tövsiyələrimi verirəm. Mən əslində aşpaz olmalıydım. Gəldim, hardan, nə işlə məşğul oldum bilmirəm, amma yeməklə bağlı çox maraqlı tövsiyələrim var. Siz də mütləq şəkildə yoxlayın bunu. Nəysə, sifarişimizi etdik. Kişi çimdən çıxartdım, 20-liyi uzatdım ki, yəni 5 dənə balaca stəkanda qarğıdalı maksimum nə qədər ola bilər ki, dediyim anda Nə? Hə, bağışlayın. Süleymanın sifətini görməliydiniz. Bu anda Süleymanın sifətini siz hamınız görməliydiniz ki, birazdan da görəcəksiniz. Şok. Bu hadisədən sonra biz dağılışdıq, sağollaşdıq ham evə. Birininkini biraz çox eləyə bilərsiniz, zəhmət olmasa. Hə, bəs eləyə. Qiymətin bu qədər baha olduğunu eşidəndən sonra dedim, heç olmasa biraz limon suyundan qabağa düşüm. Ən azından xərclədiyim pulların bir qismini dala qaytara bilər. Təbii ki, bunlar bir zarafatdır. Burada da oğluma təklif edirəm qarğıdalı. Bir əlində şokolad, bir əlində qarğıdalı. Baxır, seçim eləyir, son nəticədə qərar verir ki, yox, qarğıdalı yesəm daha məsləhətlidir.
Daha sonra Süleyman təklif elədi ki, gəl bunu oynayaq. Plastik dairədir. Adını da bilmirəm bu oyunun. Bilənlər varsa rəylərdə yazsınlar. Rəylərdə yazın, video bəlkə trendə düşdü. Biz də getdik də qabağa da. Nə paxıllıq daxı bu eləyirsiniz. Uşaq kimi oynayırıq orada. O plastiki məni ötürür, mən onu ötürürəm. O məni ötürür, mən onu ötürürəm. Sonunda təbii ki, mən qalib gəldim. Bunu deməsəydim ürəyim partlayardı. Amma bir top fərqi ilə, top nə idi? Plastik, bir plastik dairə fərqi ilə mən Süleymana qalib gəldim. Bəli, amma qalibə heç nə düşmürdü burada. Təbii ki, bunların hamısı bir zarafatdır. Süleymanı çox istəyirəm. Uzun illərdir bir-birimizi tanıyırıq. Süleyman, buradan sənə səslənirəm. Nəsə ürək sözün varsa, rəylərdə görüşək. Süleyman gildən sağollaşdıqdan sonra maşın park elədiyim əraziyə yaxınlaşıram. Demək olar ki, maşını həmişə 28-ə yaxın bir ərazilərdə park eləyirəm. Daha sonra şəhərin mərkəzinə düşürəm. Bilmirəm niyə. Bu mənə daha çox rahat gəlir. Qayıdan zaman isə yol üstü Mi kafesi var. Bilmirəm buranı bilirsiniz yoxsa yox. Çox sevirəm. Təzə kəşf eləmişəm buranı mən. Kənan da xoşlayır buranı. İlk dəfə idi gəlir, amma çox bəyəndi. Düşdü biraz qastı o tərəf, bu tərəfə. Buranın meyvəli çayını çox şiddətlə tövsiyə edirəm. Həqiqətən çox ləzzətlidir. Bu o çox ləzzətlidir. Çox ləzzətlilərdən deyil. Həqiqətən çox ləzzətlidir. Çay quru-quru getmir bilirsiniz. Yanında meyvəli, yox, meyvəli nə idi? Ballı bir dənə tort, nə qədər ziyan olsa da şirniyyat, amma neyniyəyim? Yeməsə öləcəyik. Daha sonra hesabı istəyirik. Kafedən çıxan zaman bir dənə maraqlı görüntü də çəkmək istəyirəm. Hələ ki oynayıram bu eynəklə. Çox maraqlıdır həqiqətən. Bu videoda deyəsən artıq ikinci dəfədir ki, mən bu eynəyi tərifləyirəm. Hava çox qəşəngdir. Yüngül yağış da yağıb, narın yağış. Biraz da yenə gəzdik açıq havada. Daha sonra avtomobilə əyləşdik və evin yolunu tutduq. Evə gələr-gəlməz endirimlərdən istifadə edib özümə 2 dənə ətir almışdım. Onların da qutu açılımını elə sizin gözünüzün qabağında eləyib və yorğun bir günə nöqtə qoyuruq. Çox yorucu bir gün oldu. Piyada bilmirəm neçə min addım gəzdi. Dostlar, artıq bura qədər videoya baxmısınızsa, deməli nəyin vaxtıdır? Videonu bəyənməyin vaxtıdır. Ürək sözlərinizi rəylərdə yaza bilərsiniz. Videonu çox bəyənmisinizsə, dostlarınızla paylaşa bilərsiniz ki, tez zamanda böyük bir auditoriya çataq. Əslində mənim YouTube kanalımda var. Oradan da məni izləyə bilərsiniz. Çoxdan da orada video paylaşmırdım, amma hardasa 5 il bundan qabaq YouTube həyatım başlayıbdı mənim. Orada da maraqlı köhnə vloqlar var. Demirəm hamısı yaxşıdır, amma içində bəziləri var ki, qəşəng videolardır və ümid edirəm ki, sizə maraqlı videolardır. Açıq ətirləri çox bəyəndim. Mənim zövqüm sərin qoxulu ətirlərdən ibarətdir. Masanın üzrü çox səliqəsiz ola bilər. İş gördükdən sonra yığışdırmamışam, amma çalışıram həmişə masanın üzrünü təmiz saxlayım, üstünü təmiz saxlayım. Belə, indi isə keçək növbəti hadisələrə. Futbola gedirik dostlar. 3-cü günlər saat 9-da iş yoldaşlarımızla futbol oynayırıq. Çoxdan da özümə belə bir kuruq axtarırdım. Axır ki tapa bildim. Çox sevirəm futbol oynamağı. Gedək görək. Çalışacağam eynəklə 1-2 dənə də video çəkim. Görək elə öz stabilizasiyasını necə göstərir futbol oynayan zaman. Ümid edirəm ki, topla vurub eynəyimi sındırmayacaqlar. Xəttayda yerləşən stadiona gəldik. Oyunumuz buradadır. Görək elə başımıza nə gəldi. Artıq stadiondayıq. İsinmə hərəkətləri eləyirəm. Başım sağa, sola, biraz qaçıram, o yan bu yan, ayaqlarımı açıram. Daha sonra oyun başlayır. Oyun çox bərbad keçirdi. İlk dəfə udmuşduq, amma onda mənim eynəyim yox idi. Amma bu oyunda uduzduq. Bilmirəm səbəbi də niyə. Çoxdandır futbol oynamır yoldaşlar da, mən də. Ona görə biraz oyunumuz yaxşı almır. Həm də təzə-təzə öyrəşməyə başlamışıq bir-birimizə. Belə, vlog burada sonlanır dostlar. Axıra qədər futbol oyununa baxa bilərsiniz. 90 dəqiqə deyib, narahat olmayın. 1-2 dəqiqədən sonra yəqin ki, artıq video bitəcək. Bir daha xatırladıram, əgər videomu bəyəndisə, xoşunuza gəldisə daha doğrusu videonu bəyənməyi, xoşunuza gəlmişsə bəyənməyin. Yalandan mənə bəyənmək lazımdır. Əgər video xoşunuza gəldisə videonu bəyənməyi, kanalıma abunə olmağı, əgər bunu YouTube-da izləyirsinizsə kanalıma abunə olmağı, Instagram-da izləyirsinizsə kanalımı yox, profilimi məni follow etməyi, TikTokda təzəyəm, hələ bilmirəm orada nə etmək lazımdır, amma orada bir nəsə eləyin, bir hərəkət olsun. Özünüzə yaxşı baxın, növbəti vloqlarda görüşənə qədər. Hələlik. Abi bura. Başla. Vur.
maşınımızda.